Əziz tamaşaçılar, hər vaxtınız xeyir olsun. İctimai televiziyanın efirində hal-hazırda TV Bələdçini izləyirsiniz və qarşınızda Kamran Quliyevdir, bugünkü efirinizin aparıcı bələdçisi. Bugün də bir sənətkar qonağımız var. Söhbət Nazım müəllimlə gedir. Xoş gördük sənətkar. Hər vaxtınız xeyir, xoş gəlmişsiniz. Çox sağ olun, xoş gününüz olsun. Məni bu kanala dəvət elədiyinizə görə kanalın rəhbərliyinə, bütün personala minnətdarımı bildirirəm. Xoşdur sizi görmək. Həqiqətən ən əsası sizin ifalarınızı eşidəcəyimizi biləndə bu laf bizi sevindirir. Gəlin ilk olaraq bir ifa təqdim edək tamaşaçılarımıza. Sonra həm söhbət olmağa hələ vaxtımız olacaq. Məmnuniyyətlə. İfanın ardından yaradıcılığınız haqqında bir söhbət açarıq. İnşallah. Olar mı? Olar. Buyurun. İndi isə gəlin bir sizin yaradıcılığınıza nəzər salaq. Bildiyimiz qədərilə bu yaxınlarda bir festival sizi gözləyir. İnşallah. Səhv etmirəmsə Türkiyəyə yollanacaqsınız. İstanbula. Və nədən ibarət olacaq bu festival? Qısa olaraq məlumat verərdiniz zəhmət olmasa. Sərgi olmalıdır. İnşallah orada da musiqi əlaqədar festival. Təbii ki, bədii hissəsi də olacaq və sizdə bir xüsusi olaraq bir sənətkar kimi sizi də dəvət ediblər. Sənətkar kimi dəvət edirlər, ancaq ümumiyyətlə Bakıdan bir qrup kimi gedirik inşallah. Allah qoysa, Allahın köməyi. Əlbəttə ki, sayı seçilən bir musiqiçi olaraq təklif ediblər, mən də qəbul eləmişəm inşallah. Adətən lirik ifalara daha çox
üstünlük verən musiqiçilər var. Təbii ki, hər birinin biz fikrinə xüsusi bir hörmətlə yanaşırıq, amma siz daha çox ritmik ifalar səsləndirirsiniz. Necə düşünürsünüz? Bu musiqi aləti ilə tamaşaçıları daha çox lirika yoxsa ritmik ifalarla özünə cəlb etmək olar? Bilirsiniz, hər biri ifalar olmalıdır, lirik də olmalıdır, yəni ritmik də olmalıdır. İndi kim nəyi dinləyir, onu da onun üçün ifa eləyək, çalışırıq, ifa eləyək. Yaşlı nəsil biraz lirikaya meyil verir. Zamanlar isə indi bilirsiniz də biz də oynamağı çox sevirlər şənliklərdə. Yəni onu da ifa edirəm, bunu da bacardığımız qədər çalışırıq ki, zövqləri oxşayaq inşallah Allahın köməkliyi ilə. Tamaşaçılarımız bizdən razı qalsın. İnşallah və inanın ki, elə də olur. Klip haqqında gəlin danışaq. Ümumiyyətlə, klip necə düşünürsünüz? Bugünkü gün yaradıcılıqda nə qədər yardımcı olur? Yəni, çox azdır əslində kliplərə müraciət edənlər. Ona görə vurğulayıram mən bunu. Yəni, hələ də yardımı varmı bu sahədə olan insan kimi? Fikriniz necədir? Var yardımı, yoxsa yox? Əlbəttə ki, var. Lazımdır. İnsanlar bugünkü tələbata sevirlər ki, bir musiqi ifa eləyəndə o, harasa bir klip də olanda bir ayrıcı maraq olur. İndi bugünkü hər ilin, hər fəslin, hər dövrün mən düşünürəm ki, bir tələbatı olduğu kimi bugün də klipə tələbat var, bəli. Mənim də inşallah fikrim var. Allah qoysa, yaxşıdır. Gəlin, bu haqda bir danışaq. Sir deyil hər halda. Xeyr, niyə sir olur ki? Lazımdır bunu. Dostlar da istəyirlər, yəni tanıyanlar, qulaq asanlar, pərəstişkarlar da deyirlər. İndi fikirləşiriz bir tez zamanda inşallah Allahın köməkliyi ilə bir klip də olacaq, Allah qoysa inşallah bir neçə musiqi, elə lirik musiqilərə mən. Lirik musiqilərə. Məzmunu klipin necə olacaq? Təbiətmi, studiya şəraitimi? İndi hələlik hələ bəlli deyil o. Belə fikir var da, fikirləşirik o barədə. Hansı musiqi olacaq? Yoxsa hələ onu da düşünürsünüz? Yox, elə düşünürük inşallah. Allah qoysa görünəcək inşallah. İnşallah Allahın köməkliyi ilə. Belə musiqilər çoxdur, yəni onların içindən seçib. Biraz deyirsiniz, sonra demirsiniz. İnsan lap belə intizarda olursunuz. Xəbər eləyin zəhmət olmasa, mütləq baxar. Sir deyil, ancaq hər şey iş prosesi ölçüb, biçib, fikirləşib inşallah Allahın köməkliyi. Məsləhət də eləyəcək Allah qoysa Allahın köməkliyi. İnşallah, bu şübhəmiz yoxdur. Yəni, incəsənət sahəsində belə də olmalıdır. Zərgər dəqiqliyi ilə yanaşmalısınız ki, lap dəqiq olaraq tamaşaçılara ən gözəlini təqdim edəsiniz. Necə ki, biz də çalışırıq hər efirimizdə belədək. Əfsuslar olsun ki, biz efirimizin artıq sonuna gəldik, çatdıq, amma bir məqama sevinirik ki, daha bir musiqi eşidəcəyik sizdən. Təşəkkür edirəm. Gəldiyinizə görə hər zaman özünüzdən yaşca kiçik olanlara, gənclərə belə musiqi nümunələri ilə örnək olmağınızı hər zaman arzu edirəm. Var olun. Sağ olun, siz də sağ olun, minnətdaram sizə. Yenə də deyirəm, rəhbərliyə mənə bu verilişə dəvət elədi, güzel. Xoşdur. İnşallah tez-tez görüşəcəyik. İnşallah. Və buyurun artıq sonuncu ifanı təqdim etməyə hazırlaşın. Tamaşaçılara, əziz tamaşaçılar, İctimai Televiziyanın efiri vasitəsilə TV bələdçini izlədiniz. İnşallah yenidən görüşmək ümidi ilə. Xudahafiz.